Salam əziz abituriyentlər, Kaspi Təhsil Şirkətinin 2 noyabr 2025-ci ildə keçirdiyi sınaq imtahanında istifadə edilən coğrafya sualları 10-cu sinif 2-ci və 3-cü qruplar. Burada 3-cü qrup yazılıb, amma bu 2-ci qrupa da aiddir. Üfüqi cəhdlərin dərəcə qiyməti azimut adlanır. B variantı. Böyük miqyaslı xəritə miqyasını müəyyən edək. Bu 200 minə qədər olmalı idi. Cavab D variantı. C nöqtəsinə aid olan əlamətlər. Dağın ətəyində yerləşir. Gördüyümüz qədərlə C nöqtəsi dağın zirvəsindədir. Deməli, birinci şərtin verildiyi variantları silirik. Çökəkliyin dibinə yerləşir. Bu çökəklik deyil. Deməli, ikinci şərtin verildiyi variantları silə bilərik. 3, 4, 6 qalır. A nöqtəsindən yüksəkdə yerləşir. Gördüyümüz qədər 5 nöqtə kənara doğru çəkildiyinə görə bəli, C nöqtəsi A nöqtəsindən yüksəkdədir. B nöqtəsindən 2 kəsmə yüksəkliyi qədər hündürdür. 1 və 2 kəsmə yüksəkliyi qədər hündürdür. Bəli. B nöqtəsindən aşağıda yerləşən şərti yanlışdır və ən hündür nöqtədir. Bəli, daxili horizontal üzərində olduğuna görə cavab B variantı. Xəritə üzərində əyri xəttlərin uzunluğunu hesablamaq üçün kurvimetrdən istifadə olunur. Ankara şəhəri Madrid şəhərindən şərqdə yerləşir. Madrid şəhəri Ankaradan hansı azimutda və istiqamətdə yerləşir? Madrid və Ankaranı belə götürəsi olsaq, Madrid şəhəri Ankaradan 270 dərəcə azimutda və qərb istiqamətdədir. 65C variantı. Coğrafiya elminin ənənəvi tədqiqat metodları. A variantında coğrafiya informasiya sistemlərini, B variantında coğrafiya informasiya sistemlərini çıxa bilərik. C variantında riyazi statistik, D variantında aerokosmik, E variantında kartografik, tarixi, müqayisə və çöl tədqiqatları hamısı ənənəviyə aid olar. Miqyası 1/6 km olan xəritədə eni 2, uzunu 3 sm olan əkin sahəsinin həqiqi sahəsi. Həqiqi sahə bərabərdir miqyasın kvadratı vurulsun xəritədəki sahə düsturundan istifadə edə bilərik. Miqyasımız 6 km-dir, 6-nın kvadratı 36 eləyir. Xəttəki sahədə 6 kvadrat santimetrdir. Vurduq 6-ya elədi 216 km kvadrat. Uyğunluğu müəyyən edək. Coğrafiyanın sahələri rekreasiya, turizm və istirahəti özündə ehtiva edir. Birinciyə 2. Birinciyə 2-nin verilmədiyi variantları silirəm. Siyasi coğrafiya dövlətlərin ərazi yerləşməsinin idarə etmə formasının beynəlxalq əlaqələrin tədqiqini öyrənir. İkinciyə 5. İkinciyə 5-in verilmədiyi D variantını silirəm və üçüncüyə 4 qalır. Coğrafiya informasiya sistemləri, məlumatların toplanması, təhlil və rəqəmsal xəritələrin hazırlanması. Cavab E variantı. A və B məntəqələrinə aid olan xüsusiyyətləri və onlar arasında olan məsafəni kilometrini müəyyən edək. Şərq yarımkürəsində yerləşirlər şərti doğrudur. Çünki coğrafi uzunluqlar sağa doğru artanda, deməli, buraya şərq yarımkürəsidir. Birinci şərt götürülə bilər. C, D, E variantlarını silmək olar. Ən uzun paralel çevrəsi üzərində yerləşən şərti yanlışdır. Bu ekvator olmalı idi. İkinci şərt yanlışdır. Qrinviçdən eyni məsafədə yerləşən şərti yanlışdır. Çünki müxtəlif coğrafi uzunluqlarda yerləşirlər. Üçüncü şərtdə yanlış olduğuna görə A variantında silmək olar. Ekvatordan eyni məsafədə yerləşən şərti doğrudur. Çünki eyni paralel üzərindədirlər. Qütblərdə məsafələri eynidir şərti də doğrudur. Çünki eyni paralel üzərindədirlər. 1, 4, 5. Qərb yarımkürəsində yerləşirlər şərti isə birinci şərtin əksidir. Deməli, 6-cı şərtdə götürməliyik. Aralarındakı məsafə də 15 dərəcə şərq uzunluğu ilə 60 dərəcə şərq uzunluğu arasında 45 dərəcə coğrafi uzunluq fərqi var. Və 40 dərəcəli paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4 km olduğunu nəzərə alsaq, 45-i 85,4-ə vursaq, cavabımız 3843 eləyər. Cavab B variantı. Sxemdə K nöqtəsinin qonşu horizontalları müəyyən edək. Bunun üçün baxırıq ki, üzərində hündürlük verilən horizontalın hündürlüyünü onu sıra nömrəsinə bölüb kəsmə yüksəkliyini tapa bilərik. Gördüyümüz qədərlə 100 metr yazılan horizontal 4-cüdür. 1, 2, 3, 4-cüdür. Deməli, 100-ü 4-ə bölsək, kəsmə yüksəkliyimiz 25 metr olacaq. K məntəqəsi isə 1,
2, 3. İkinci ve üçüncü horizontalların arasındadır. Yəni 50 və 75 metrlik horizontallar arasında cavab Y variantı. Coğrafi koordinatları 50 dərəcə şimal eni və 30 dərəcə şərq uzunluğu Kiyev şəhəri Bakıdan hansı istiqamətdədir? Bakı 40 dərəcə şimal enində, bu şəhər isə 50 dərəcə şimal enində, deməli Bakıdan şimaldadır. Bakı 50 dərəcə şərq uzunluğunda, Kiyev isə 30 dərəcə şərq uzunluğunda, deməli Bakıdan qərbdədir. Yəni şimal-qərb cavab A variantı. Planda eyni hündürlüyə malik olan nöqtəli birləşdirən əyri xəttlər izohips adlanır. Təyyarə Bakıdan 270 dərəcə azimutda yerləşən və onunla 125 dərəcə uzunluq fərqinə malik olan məntəqədən yola çıxdı. Deməli, əgər Bakıdan 270 dərəcəli azimutda yerləşirsə, deməli 40 dərəcə şimal enində və 125 dərəcə uzunluq fərqində yerləşirsə, deməli 75 dərəcə qərb uzunluğunda yerləşir. Çünki Bakı 50 dərəcə şərq uzunluğundadır, ondan 125 dərəcə qərbə gəlsək, 75 dərəcə qərb uzunluğuna gəlib çatmış olaraq. Təyyarə əvvəlcə 0 dərəcə, sonra 180 dərəcəli azimutla eyni median üzərində 11100 km məsafə qət etdi. Təyyarənin çatacağı məntəqə koordinatları müəyyən edək. Bunun üçün şimal yarımkürəsini göstərən bir yarımkürə çəkib 75 dərəcə qərb uzunluğu və 40 dərəcə şimal enindən öncə şimala doğru qütbə qədər, ardından da digər yarımkürə ilə cənuba doğru hərəkət edən bir xətt çəkəsi olsaq, ümumi uzunluğu 11100 km isə deməli bu 100 dərəcə deməkdir. 40 dərəcə şimal enindən 100 dərəcə şimala getmək, şimal qütbünə qədər 50 dərəcə, ondan da aşağıya doğru yenə 50 dərəcə getmək deməkdir. Deməli, yenə gəlib 40 dərəcə şimal eninə çatarıq və 75 dərəcə qərb uzunluğunun digər yarımkürədəki uzantısı olacaq 105 dərəcə şərq uzunluğu. Cavabımız 40 şimal 105 şərq C variantı. Böyük coğrafi kəşflər dövrünə aiddir. Antarktidanın kəşfi deyil, Kongo Zambezi deyil, qərb istiqamətində Hindistanın dəniz yolunun axtarışı həm Kristofer Kolumb, həm də Vasco da Gama hər ikisi böyük coğrafi kəşflər dövründə bu işi görmüşlər. Uzunluğu 4500 km olan avtomobil yolu xəttdə 30 cm-dirsə, miqyas tapmaq üçün həqiqi uzunluğu xəttdəki uzunluğa bölərik. Yəni 4500-ü 30-a böləndə 150 eləyər. Cavabımız da kilometrlə götürülməlidir. Biz sıfırın yanındakı rəqəmə və sondakı uzunluq vahidinə baxmalıyıq. Sıfırın yanındakı rəqəmi 150 olan B və C variantları var. Sonunda kilometr yazılan isə yalnızca C variantında var. 150 kilometr cavab C variantı. Uyğunluğu müəyyən edək. Tədqiqat metodları kartoqrafik, tarixi, müqayisə və coğrafi modelləşdirmə və xüsusiyyətləri. Coğrafi hadisələrin qrafik və simvollar vasitəsilə hazırlanması və öyrənilməsinə əsaslanır. Bu coğrafi modelləşdirmədir. 4-ə A. 4-ə A-nın verilmədiyi variantları silirəm. Coğrafi hadisələrin fərqli və oxşar cəhətdən təhlil edilməsi müqayisədir. 3-ə B. 3-ə B-nin verilmədiyi A və Y variantlarını silirəm. Yalnızca D variantı qaldı. Müxtəlif məzmunlu xəritələrin öyrənilməsi bu kartoqrafik metoddur. 1-ə C və yerdə qalır 2-yə D. Tarixi metod, coğrafi obyektlərin baş verən dəyişiklikləri öyrənilir. Cavab D variantı. ABC xətti üzrə məsafənin yarımkürələrin bir bölünsün 200 km miqyas xəritəsinin neçə santimetr olduğunu hesablayaq. A-dan B-yə qədər olan coğrafi uzunluq fərqi meridianlar 10 dərəcədən bir çəkildiyinə görə 10, 20, 30, 40 və 50 dərəcədir. 40 dərəcəli paraleldə 1 dərəcə qövsünün uzunluğu 85,4 olduğunu nəzərə alsaq, bu məsafə 4270 km olar. Yəni 50 dərəcəni 85,4-ə vurduq. B-dən C-yə qədər olan məsafə isə 40 dərəcədən 10 dərəcəyə qədər olan məsafədir. Yəni 30 dərəcədir. Buradan görürük onu. 30 dərəcədə meridian üzərində 3330 km eləyər. Yəni ümumi cavabımız eləyəcək 7600 km. Miqyasımız da 200 km olduğunu nəzərə alsaq,
7600'ü 200'e bölsək cavabımız 38 alınacaq. Doğru olmayan variant seçək. Xəritə sxem sadələşdirilmiş şərti işarəli təsvirdir, doğrudur. Xəritədə hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsi vizual əks etdirən təsvir kartoqram doğrudur. Torpaq örtüyü keyfiyyət fonu üsulu ilə təsvir edilir şərti doğrudur. Kartodiaqram ərazi üzrə məlumatların müxtəlif ölçülü həndəsi fiqurlarla təsvir şərti doğrudur. Plan və kartoqrafik xəritələrdə relyef areal üsulu ilə deyil, layla rəhləmə və ya izoxəttlər üsulu ilə göstərilə bilər. Klasteri tamamlayaq. Dəqiq plan alma, yerüstü plan almanın bir növüdür. Yəni biz birinciyə yerüstü yazmalıyıq. 1-ə A. Yerüstü plan alma dəqiq və gözəyarı olaraq 2 yerə bölünür. Deməli 2-yə gözəyarı olmalıdır, 2-yə Y. Və gözəyarı plan alma da qütb və marşrut üsulları ilə aparılır. Marşrut da C-dədir, 3-ə C. 1A, 2Y, 3C. Cavab D variantı. Əvvəlcə 45 dərəcəli azimutla, yəni şimal-şərqə, sonra isə 135 dərəcə azimutla, yəni cənub-şərqə doğru eyni məsafəni qət edən turist düşərgəyə ən qısa yolla hansı azimut və istiqamətlə qayıdar? 270 dərəcəli azimut və qərb istiqamətlə. Cavab A variantı. 20-ci əsrin əvvəllərində coğrafiya sahəsinə ana dilində yazılmış bir neçə kitabın Qafqaz coğrafiyası, ümumi coğrafiya müəllifi olan bu şəxs Azərbaycanda coğrafiyanın tədris metodikasının banisi söhbət Qafur Rəşad Mirzəzadədən gedir. Miqyaslı şərti işarələri seçək. Burada biz radiostansiyanı, tək kolu və metal körpünü qeyd edə bilərik. 1, 5, 7 cavab A variantı. Qrinviç meridianı üzərində olan A məntəqəsi 30 dərəcə cənub enində, B məntəqəsi isə 20 dərəcə şimalında yerləşir. Baş miqyası 1/200 km olan xəritədə bu məntəqə arasında məsafə 26 sm olarsa tərifi neçə kilometr olduğunu tapaq. Əvvəlcə dərəcə toruna görə məsafəni həll eləyək, tapaq. 30 dərəcə cənub və 20 dərəcə şimal enləri arasında 50 dərəcə coğrafi uzunluq fərqi var. Və meridian üzrə 1 dərəcə 111 km nəzərdə tutularsa, deməli bu məsafə 5550 km-dir. Və miqyası 200 km olan xəritədə bu məsafə 26 sm isə, deməli həqiqi uzunluq dərəcə toruna görə, həqiqi uzunluq miqyasa görə 5200 km-dir. Deməli aradakı fərq 350 km-lik bir təhrifi ifadə edir. Coğrafi koordinatların daxilində yerləşən ərazinin sahəsinə görə böyükdən kiçiyə doğru. Böyükdən kiçiyə doğru sıralamaq ekvatordan qütbə doğru aparmaq deməkdir. Deməli, burada ekvatorun göstərildiyi 3-cü sütun 1-ci olmalıdır. Sonra 1, ardından 4, ən sonda 2. Yəni ekvatordan qütbə doğru sıralama bu cürdür. Horizontallar təsvir olunan dağın ətəyində yerləşən A nöqtəsi hündürlüyü 1100 metrdir. Deməli, ən kənar horizontal 1100 metrdir. Kəsmə yüksəlini müəyyən edək. (1620-dən 1100-ünü çıxanda qalır 520. Və burada da 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəkliyi olduğu nəzərə alaraq 5-ə bölsək, ilk alacağımız rəqəm 100-dür. Yəni, kəsmə yüksəkliyimiz 100 metr götürülə bilər. Sübut eləmək üçün də baxırıq ki, kənar horizontal 1100-dür, 1200, 1300, 1400, 1500, 1600, zirvədə 1620. Coğrafiya elminin inkişaf mərhələlərini ardıcıl düzək. Texnologiya mərhələsi ən müasir mərhələdir. Təsviri mərhələ ilk təsəvvürlər dövrüdür. Elmi mərhələ təsəvvürlər dövründən sonra gəlir. Kəşflər dövrü isə müasir dövrün bir öncəsidir. Yəni 2, 3, 4, 1. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən. Şimali Amerika və Cənubi Amerika ilə aid olan xüsusiyyətlər. Qərb yarımkürəsində yerləşməsi hər ikisinə aiddir. Ən böyük adasını, yəni odlu torpağı Fernand Magellan kəşf etmişdir. Cənubi Amerikaya aiddir.
Leif Erikson şimal-şərqinə səyahət etmişdir. Söhbət Şimali Amerikadan gedir. 3 yarımkürədə yerləşir. O, ekvator xətti ilə kəsilən Cənubi Amerikaya aiddir. 3 okeanla əhatə olunur. Şərti isə Şimal buzlu Atlantik və Sakit okeanlarla əhatə olunan Şimali Amerikadan söhbət gedir. Situasiyada iqlim xəritəsi verilmişdir və miqyası 1/4.300.000 verilib. Suallarımıza baxaq. Xəritədə istifadə olunan təsvir üsullarını qeyd edək. Burada biz izoxəttlər, hərəkət xəttləri kimi təsvir üsullarını istifadə edə bilərik. Qeyd edə bilərik. İzoxəttlər, hərəkət xəttləri və s. Xəritənin miqyas və məzmununa görə hansı növə aiddir? Miqyasına görə kiçik miqyaslıdır, məzmununa görə isə tematikdir, çünki iqlim xəritəsidir. Yəni, kiçik miqyaslı və tematik. Bu xəritədə Ağdam və Hacıqabul şəhərlər arasında məsafə 4 cm-dirsə, şəhərlər arasında həqiqi məsafə 4 cm, miqyas 43 km olduğu üçün 43-ə vursaq eləyəcək 172 km. Hər kəsə uğurlar.